Mən Bayramov Elmətin, Balakən rayonundanam, 30 yaşım var. Yemə problemi ilə xəstəxanaya gəlmişəm və burada 4-cü tip axalaziya diaqnozu qoydular. Problemlərim nə idi? Udma çətinliyi, gecə yatdığım zaman boğulmalar, qusmalar. Yediyim zaman qida borusunda ilişirdi, keçmirdi. Qida borusunun keçən yerdə klapanda spazm olur, o açılmır. Yediyim yemək də burada qida borusunda ilişib qalır, yəni keçmir mədəyə. Nəsə bir şey yediyim zaman da mütləq arxasıca su içməli idim. Hündür yerdə yatmalı idim, 2 dənə yastıq söküb. Yoxsa yediyim şey ağzıma gəlirdi. Su içsən də. İnternetdə axtardım. Baxdım ki, xəstəliyi yazıram ki, axalaziya xəstəliyi. Bütün yollar Aslan doktora gətirib çıxardır. Mən də doğru ünvana gəldiyimi düşünürəm. İnşallah ki, bugün həll olacaq, operasiya olacaq. Aslan doktor sağ olsun, bu işdə mütəxəssisdir. Əməliyyatdan sonra da fikirlərimi bölüşəcəm sizlərlə. Bir gün keçməyinə baxmaq yaxşıdır, hər şey normal. Yüngül biraz ağrılar olmalıdır təbii ki. Hər şey yaxşıdır, xidmət də gözəldir. Tibb işçilər də sağ olsunlar, hər dəqiqə gəlib maraqlanırlar. Bir sözlə yaxşıdır yəni. İndi birazdan su içəcəm. Fikirlərimi yenə çatdırıb bildirəcəm sizə. Yəni ən həyəcanlı yerə gəlib çatmışam. İnşallah yaxşı olar. Keçdi. Yəni bundan sevincli bir şey ola bilməz yəni mənim üçün. 14 gün öncə sizi axalaziyə görə əməliyyat elədik. Buyurun, bu 14 gün ərzində həyatınız necə dəyişdi, qidalanmanız necə oldu, nə dəyişdi? Buyurun, danışın. Qidalanma qaydasındadır, yəni udma problemi var idi. Hal-hazırda heç bir problemi yoxdur. Uduram, əvvəllər ilişirdi, heç nə yeyə bilmirdim, içə də bilmirdim. Hal-hazırda sağ olun, Allah razı olsun, hər şey qaydasındadır, yüksək səviyyədə. Normal insanda necə, məndə də elə. Sevinirsən əməliyyatına? Əlbəttə ki, bundan sevincli heç nə ola bilməz. Amma neçə il əziyyət çəkmişdin? 4 ilə yaxın. 4 il. Bunu demirdilər, bəs belə bir xəstəlik var ki... Diaqnozunu tapa bilmirdilər. 2-3 dəfə xəstəxanalara getdim, səpkilər, qastrit, belə şeylərdən qaynaqlanır dedilər, Amma diaqnoz tapa bilmirdilər. Buradan da hər kəsə bir mesaj verək. Yəni, əgər udma prosesi pozulubsa, udanda çətinlik çəkirsinizsə, bir mütləq axalaziyə görə ən azından müayinə olunmalısınız. Belə bir problemi olan Zəfəran hospitalına yaxınlaşa bilər. Burada hər şey dəqiq. Təşəkkürlər. Bəs çəkin düzəlirmi yavaş-yavaş? Çəkin doktor əməliyyatdan sonra 2 kilo artımır. Görürsünüz, yavaş-yavaş çəkin də yerinə gələcək. Təbrik edirəm, Ümid. Çox sağ olun. Çox gözəl nəticədir. Görməsin Allah. Var olun, sağ olun.